Hər kəsə salam. Bu videoda mən sizə bu cürə epoksidən dəniz temalı hərif açarlıqları necə etdiyimi göstərəcəm. Gördüyünüz kimi bu şəkildə. Bunun üçün bizə epoksi lazımdır. Məndəki epoksi 2:1 oranında istifadə olunan epoksidir. Bu sərtləşdirici. Daha sonra bizə bu şəkildə qablar lazımdır. Yəni tək istifadə olunan qablar və yaxud da epoksi üçün ayrıca silikondan qəliblər kimi qablar satılır. Onlar uzun müddət istifadə etmək olur. Çünki bunların içində qalır, yapışır, bu atılmalıdır. Daha sonra belə bir rəngdə boya, belə bir cımbız, belə bir pipet, tərəzi və qəlib bu şəkildə. Bir də belə balıqları bu şəkildə. İndi isə epoksimizi düzəltməyə keçək. Qabımızın çəkisinə baxaq. Gördüyünüz kimi 3 qram çəkisi var. İlk əvvəl B komponenti sərtləşdirici əlavə edirik. Yəni bundan 100 qram əlavə eləsək, bundan da A komponentindən 200 qram əlavə etməliyik. Bu arada sizə onu da deyim ki, bunları istifadə edərkən mütləq əlcək və maska taxılmalıdır. Çünki bunun elə cürləri var ki, zəhərləməyə səbəb ola bilər, əldə yandırma ola bilər. Ona görə mütləq əlcəkdən və maskadan istifadə edin. Mən artıq uzun zamandır bu işlə məşğul olduğuma görə əlcək istifadə etmirəm, amma mütləq istifadə olmalıdır. Həm evdə yoxdur indi əlcəyim. Olduğu zaman mütləq istifadə edirəm. Siz də mütləq edin və maska taxın. Mən indi videoda danışıram deyənə maskanı çıxartmışam, amma epoksini istifadə edərkən mütləq maskamı taxıram. Çünki yandıra bilər, bəzilərinin çox iyi olur. İyili epoksilərdən insana pis təsir edir, boğulma, zəhərlənmə verə bilər. Gəlin indi başlayaq. Mənə çox az miqdarda lazımdır. Baxın, qabın çəkisini də hesablayaraq mən 10 qram tökdüm. Mütləq ağzını bək-bək bağlamaq lazımdır. Daha sonra 20 qram da bundan əlavə edəcəm. İndi isə qarışdıraq. Bunu bu şəkildə bir 5 dəqiqə qarışdırsanız daha yaxşı olar. Bir müddətdən sonra isindiyini görəcəksiniz. Sonra bir 5 dəqiqə də saxlayın, biraz özünə gəlsin. Daha yaxşı olsun. Ondan sonra qəlibə əlavə edin. Bunu düzgün bir şəkildə qarışdırmayanda epoksimiz sərt olmur, elastik olur və yaxud da ümumiyyətcə qurumur. Baxın, həm rəngi şəffaflaşdı. Artıq qabın alt hissəsi görsənir. İndi isə biz bu rəngi əlavə edək. Digər qaba bir miqdar ayıraq. Bu şəkildə gördüyünüz kimi isə birinə biraz boya əlavə edək. 1-2 damcı yetərli olar. Qarışdıraq, baxaq. Bu şəkildə. Sonra qəlibimizi alaq. Mən bugün Z hərfini düzəldəcəm. Qəlibimizi silək. Əgər toz varsa toz geçsin.
üzərində yaranan baloncuqları söndürməkdən ötürü mən normal spirt istifadə edirəm. Amma bunun üçün xüsusi spirtlər satılır, ondan istifadə edə bilərsiniz və yaxud da hər hansı bir alışkanla yandıraraq da söndürə bilərsiniz. İndi isə buradan balaca balıq qulaqlarına qəlibimizin içinə yerləşdirək. Baxın, belə bu şəkildə balaca. Daha sonra məndə belə şurada parlaq daşlar var bu şəkildə. Bundan biraz əlavə edəcəm. Və yenə də balıq qulağı əlavə edirəm. Bu şəkildə. Və yenidən epoksimizdən əlavə edək. Tam bir şəkildə qəlibimizi dolduraq. Gördüğünüz gibi burada hava kabarcıkları var. Ve bir dəfə spreydən istifadə etdikdən sonra kabarcıklar gedir. Ve beləliklə Z hərfi epoksili anahtarlarımız hazırdır. Əlimdə belə qəliblərim var. Burada qalan epoksidən də bir neçə bu şəkildə anahtarlıq düzəldəcəm. Kanalıma abunə olmağı, bəyənməyi, paylaşmağı unutmayın. Bu hərfin son halını eğer görmək istəyirsinizsə mütləq abunə olun. İnşallah quruyandan sonra 24 saatdan sonra tam hazırı necə alınırsa çəkib video şəklində sizlərlə paylaşacağım. Hələlik.